Salam, hər vaxtınız xeyir olsun, dəyərli dost TV izləyiciləri. Böyük qayıdış məskunluqdan məskunlaşmaya verilişinin növbəti buraxılışında xoş gördük sizi. Bu dəfə işğaldan azad olunmuş ərazilərdə 2026-cı ilin birinci yarısında görülən məşğulluq tədbirlərindən danışacağıq. Qonağımız isə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti Sədrinin müavini Ramal Quluzadədir. Ramal mənim hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm, Ramal. Ramal, elə ilk ondan başlayaq ki, bildiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, o cümlədən də elə Dövlət Məşğulluq Agentliyinin Böyük Qayıdış Dövlət Proqramının icrasına xüsusi bir yanaşması var. Bu yanaşma nədir və bildiyimiz kimi bu məsələ bizim həm Nazirliyin, o cümlədən də agentliyin fəaliyyətində prioritet təşkil edir. Gəlin elə bu yanaşmanı və bu prioriteti açaq. Təşəkkür edirəm dəvətiniz üçün. Bildiyiniz kimi Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra bizim qarşımıza duran əsas tapşırıqlardan biri də keçmiş məcbur köçkünlərimizin öz doğma yurdlarına qayıtması ilə bağlı proseslərdə aktiv iştirak etmək və onların layiqli həyat şəraiti, layiqli əmək şəraitinin qurulmasında aktiv şəkildə iştirak etməkdən ibarət idi və bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi digər dövlət orqanları ilə əlaqəli şəkildə bu proseslərdə tənzimlənməsində birbaşa iştirak etmişdir. Həmçinin biz agentlik olaraq köçdən öncə əhalinin keçmiş məcbur köçkünlərimizdən birbaşa görüşlər keçirir. Onların köçlə bağlı proseslərin tənzimlənməsində iştirak edirdik və həmçinin köçdən sonra onların məşğulluq imkanlarının düzgün qiymətləndirilməsi, köçdən sonraki onların həyat şəraitinin düzgün qurulmasında və bu prosesdə məşğulluqların təmin edilməsində aktiv şəkildə iştirak edirik. Raman, bildiyimiz kimi dayanıqlı məskunlaşmanın ən başlıca şərti elə dayanıqlı məşğulluqdur. Elə bizim Dövlət Məşğulluq Agentliyində bu məsələyə yanaşması məşğulluqdan məskunlaşmaya prinsipinə əsaslanır. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə biraz konkretləşdirək, hansı məşğulluq tədbirləri görünür, əhalinin məşğulluğunun təmin olunması istiqamətində əldə olunan rəqəmlər nədən ibarətdir? Biraz faktlar və rəqəmlərdən danışaq. Minnətdaram. Bildirmək istəyirəm ki, ümumilikdə hal-hazırda biz köçün miqyasına və həcminə baxsaq, bir şey müşahidə edə bilərik ki, artıq 2026-cı ilin 6 ay ərzində regiona olan köç əvvəlki dövrlərlə müqayisədə kifayət qədər artmışdır və bir rəqəm bildirmək istəyirəm ki, hal-hazırda 38 mindən çox şəxsimiz artıq köçmüşdür. Bu isə rəqəm ekvivalentində 9400-dən çox ailə deməkdir. Artıq 26-cı ilin 6 ayında isə bu rəqəmlər 2950 ailə və 12 mindən çox şəxs deməkdir ki, bu artıq analoji olaraq 25-ci ilin müvafiq dövr ilə müqayisədə 2 qat sayda əhalinin köç etdiyini bildirir. Bu isə bizim yerlərdəki əməkdaşlarımızın üzərinə çox böyük bir məsuliyyət qoyur və çünki bildiyiniz kimi köç artdığı üçün həmin şəxslərlə görüşlər və proseslər intensivləşdirilməlidir və biz bu prosesləri köç kontekstində təhlil edirik və bu prosesləri tənzimləyirik. Bildiyiniz kimi biz yerlərdə həm əhalinin özünün məşğulluğunun təmin edilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk, həmçinin köçmüş şəxslərin peşə hazırlığına cəlb edilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk. Həmçinin bu kontekstdə şəxslərin ən vacib olan işə təmin edilməsi məsələsidir ki, biz onların işə götürmə prosesində iştirak edirik və işə götürənlərlə bu prosesləri tənzimləyirik. Həmçinin onlar üçün əmək yarmarkaları təşkil edirik, işə götürənlər üçün dəyər masalar təşkil edirik ki, bu məsələlərin yekununda da həmin şəxslər həm işə təmin edirlər, həm özünün məşğulluğuna bağlı aktivlərini təmin edirlər, həmçinin peşə hazırlığı istiqamətində onların peşə hazırlığını biz təkmilləşdiririk. Həmçinin müxtəlif yeni proqramlarımız vasitəsilə də burada məqsədli proqramlar, kvota və iş yerləri ilə bağlı bu proqramlar vasitəsilə də həmin şəxslərimizin məşğulluğunun təmin edilməsi davam etdirilir. Raman, işə götürmə, işlə təminat əsas bildikdə istiqamətlərdən biridir, amma ən vacib icra olunan proqramlardan biri özünün məşğulluqdur. Özünün məşğulluğun işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin olunmasındakı çəkisi nədən ibarətdir və bunun, belə deyək də, bu proqramın icrasının effektlərini biz daha çox nədə görürük? Çox doğru vurğuladınız. Özünün məşğulluq proqramı ümumiyyətlə region həm ölkə üzrə, həmçinin böyük qayıdış prosesində ən vacib bizim alətlərimizdən biridir. Çünki köç etmiş şəxslərimizin həmin yerlərdə ilk kiçik və mikro bizneslərinin qurulmasında böyük bir təsir payına malik olan proqramımızdır. İndiyə qədər 9-7
keçmiş məcburi köçkünümüz, məskunlaşmış şəxsimiz artıq aktivlərlə təmin edilib. Bu il də bu proses davam etdirilir və bu il artıq 11 şəxsimizə biz aktivlərlə təmin etmə məsələsini yekunlaşdırmışıq. İlin sonunda da köçə münasibətdə bu rəqəmlər öz artım tempi ilə davam etdiriləcəkdir. Özməşğulluq proqramı əsas mahiyyəti ondan ibarətdir ki, bu layihə təkcə bir nəfərin özünə kiçik və mikro biznes qurmağını ifadə etmir. O həmçinin həmin ərazidə biznes mühitinin formalaşmasına təsir edir. Özü bir iqtisadi dəyər yaradır. Tamamilə haqlısınız və bizim burada gözləntilərimiz ondan ibarətdir ki, həmin şəxslərimiz o biznes mühitini yaradarkən, mühiti formalaşdırarkən, həmçinin növbəti məşğulluq məsələlərinə də dəstək ola bilsinlər öz həcmlərində. Ona görə də biz bu proqramdan gözləntilərimiz yüksəkdir və proqram həm istehsal xidmət, həm heyvandarlıqla bağlı istiqamətlərdə davam etdirilir. Bizim növbəti gözləntimiz ərazilərdə klaster sisteminin qurulmasıdır. Bununla bağlı müntəzəm proseslər davam etdirilir və biz növbəti biznes, özünü məşğulluqla bağlı biznes fəaliyyətlərinin klaster üslubunda yaradılmasının tərəfdarıyıq və bu istiqamətdə işlərimizi davam etdiririk. Mən bu klaster məsələsini bir qədər açıq tamaşaçılarımız üçün bu nəyə etibar edir? Standart özünü məşğulluqdan fərqli tərəfi nədir? Klaster bildiyiniz kimi özünü məşğulluq istiqamətində biz adətən bir fəaliyyət sahəsi üzrə aktivlərlə təmin edirik. Burada istər istehsal xidmətlə bağlı biz danışsaq, burada dərzilik var, şirniyyat sahəsi var, avtomobillərin təmiri və təmizləməsi ilə bağlı müxtəlif xidmətlər var. Avtoklaster isə bu eyni istiqamətli sahələrin bir neçəsinin, 3, 4, 5-nin bir bina altında, bir çətir altında toplanması və vətəndaşa, xidmət alıcı vətəndaşın həmin ərazidən kənarlaşmadan müxtəlif xidmətləri eyni çətir altında, eyni yerdən alması mahiyyətinə gəlir. Burada isə ən vacib dəstək ondan ibarətdir ki, həmin bizim benefisiarlarımız ki, hansı ki biz aktivlər verdiyimiz şəxslər müxtəlif yerlərdə olduqda bu bir növ xidmətin dağınıqlığı mahiyyətinə gəlir. Bəli, lakin bir yerdə olduqda onların həm bir-biri ilə həmkar kimi fəaliyyət göstərməsi, həmçinin biznesin dayanıqlığı və gəlirlərin daha çox sabitliyi anlamına gəlir. Ramon müəllim, özünü məşğulluq bütün ölkə üzrə icra olunan bir proqramdır. Sırf işğaldan olmuş ərazilərdə yanaşmada fərqlilik varmı? Onların hər hansı bir imtiyazı, üstünlüyü varmı köçən əhaliyə nisbətən? Bu bir mənalıdır. Mən sizə bu məsələni xüsusi qeyd etmək istəyirəm ki, ölkə rəhbərliyinin xüsusi tapşırığına uyğun olaraq biz yerlərdə özünün məşğulluğun təmin edilməsindən çox fərqli bir yanaşma göstəririk. Bu fərqli yanaşma mahiyyəti ondan ibarətdir ki, köç etmiş şəxslərimiz xüsusi növbədənkənar prinsipinə əsaslanaraq onlara özünün məşğulluğuna bağlı növbəliyində xüsusi yanaşılır və şəxslərimiz onların maddi məişi şəraiti qiymətləndirdikdən sonra artıq növbəlik prinsipində gözlənilmədən vətəndaşlar aktivlərlə təmin edilirlər və bununla bağlı biz müntəzəm olaraq öz siyahılarımızda ayrıcalıq saxlayırıq onlar üçün və həmin vasitə ilə də vətəndaşlarımız aktivlərlə təmin edilirlər. Ramon, köçən əhalinin çox təəssüf ki, əhəmiyyətli bir qismi əmək bazarının tələblərinə cavab verən peşə və bacarıqlara malik deyildir. Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyinin digər bir aktiv məşğulluq tədbiri olan peşə hazırlığı kursları belə deyək də aktuallaşır. Hal-hazırda peşə istiqamətində işğaldan azad olmuş ərazilərdə hansı işlər görülür və bu kursu bitirən vətəndaşlarımızın əmək bazarına inteqrasiyası necə təmin olunur? Çox doğru vurğuladınız. Biz vətəndaş öncə də qeyd etdiyim kimi köçdən öncə və sonra da vətəndaşlarımızla aktiv şəkildə iş aparırıq və bu prosesdə bəzən biz müşahidə edirik ki, vətəndaşlarımızda peşə hazırlığı ilə bağlı, həmçinin köç edilmiş ərazilərdə bildiyiniz kimi yeni bir artıq həm bir ekosistem, yeni ekosistem formalaşır və bu ekosistemdə bəzi yeni peşələrə ehtiyaclar yaranır, həmçinin bəzi sabit peşələrə ehtiyaclar yaranır və ona görə də bu istiqamətdə həmin şəxslərimizin peşə hazırlığına cəlb edilməsi, onların təkmilləşdirilməsi ilə bağlı bizim əsas hədəflərimizdən biridir. Ona görə də bu istiqamətdə işlər müntəzəm davam etdirilir və bildirmək istəyirəm ki, indiyə qədər 558-dən çox şəxsimizin, məskunlaşmış şəxsimizin peşə hazırlığına cəlb edilmişik, onun 128 nəfəri yalnız 2026-cı ildə cəlb edilmiş şəxslərdirlər. Həmçinin burada bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, bizim peşə hazırlığı ilə bağlı proseslərin tənzimlənməsində böyük qayıdış çərçivəsində ən vacib dəstək göstərən tərəfdaşımız
tabilimizdə olan Qarabağ Peşə Hazırlığı Mərkəzidir ki, həmin Peşə Hazırlığı Mərkəzi vasitəsilə işğaldan azad olunmuş ərazilər və ərazilərə yaxın regionlarda biz peşə hazırlığı təşkilini həyata keçirə bilirik və bu həm peşə hazırlığı mərkəzi vasitəsilə, həmçinin müxtəlif vendorlarımız vasitəsilə bildiyiniz kimi biz həm də özəl sektoru bu istiqamətdə maliyyələşdirməsə dəstək oluruq. Çünki bəzi istiqamətlər var ki, o istiqamətlərlə bağlı həm bizim peşə hazırlığı mərkəzlərində, həm də ümumiyyətlə tələbatın çox olduğu üçün bunu qarşılamaq istiqamətində biz özəl sektorda maliyyələşməsində maraqlıyıq və bu istiqamətdə də ondan çox xüsusi vendorumuz var ki, biz bu sahədə onların maliyyələşməsinə dəstək göstəririk. Rahman, biz bu işlə təminat məsələsini yalnız dövlət qurumları nöqteyi nəzərdən təhlil edə bilmərik. Burada əsas tərəfdaşımız özəl sektordur, sosial tərəfdaşlarımızdır. Bəs özəl sektordan, yəni müəssisələr üçün, işə götürənlər üçün fəaliyyətimiz nədən ibarətdir? Onlar üçün təşviq proqramlarımız nədən ibarətdir? Gəlin bir qədər də işə götürənlərlə əməkdaşlıqdan danışaq. Çox sağ olun. Mən xüsusən bir məsələ vurğulamaq istəyirəm ki, bildiyiniz kimi məşğulluq proqramları, məşğulluq sahəsində bütün addımların bir tərəfində bizim işə götürənlərimiz dayanır. Və işə götürənlərin buradakı aktiv iştirakını xüsusi vurğulamadan biz bu məsələləri danışmamız doğru olmaz, belə desək. Ona görə də biz bu prosesdə ilk başladığımız gündən biz ərazilərdə fəaliyyətə başlayan işə götürənlərimizlə sıx fəaliyyətə başladıq və bu fəaliyyət hal-hazırda çox sıx şəkildə davam etdirilir. İstər işğaldan azad edilmiş ərazilərimizdə, istər ölkənin digər şəhərlərində baş ofisləri fəaliyyət göstərən işə götürənlərimiz var ki, onlarla sıx, müntəzəm, istər həmin şəhərlərdə, istər ərazilərimizdə biz o görüşlər keçiririk. Burada istər dəyərli masalar olsun, istər birbaşa sıx fərdi görüşlər olsun ki, həmin biz işə götürənlərimizə müxtəlif yeni məlumatların bölüşülməsini təmin edirik, yeni proqramlarımız haqqında məlumatları veririk. Həmçinin onlar üçün işğaldan azad edilmiş ərazilərdə əmək yarmarkaları keçirilməsi təşkil edirik ki, bu rəqəm artıq 43 yarmarkanı bu il üçün artıq təşkil edilmişdir. Və bildirmək istəyirəm ki, yarmarkaların təşkili də işə götürənlərimiz üçün həmin ərazilərdə peşə kadrların tapılmasına ciddi bir dəstək göstərir. Və həmçinin yeni proqramlarımız olan, mən öncə də qeyd etdim, həm məqsədli proqramlar, həm kvota əlavə iş yerləri ilə bağlı biz bildiyiniz ki, prosesləri artıq elan etmişik, artıq orada işə götürənlərimizin iştirakları artıq təmin edilib və bu proqramlardan faydalanan işə götürənlərimiz var artıq və bu istiqamətdə işlərimiz xüsusən davam etdirilir. Həmçinin dövlət tərəfindən ümumi kontekstə baxanda işğaldan azad edilmiş ərazilərdə olan müxtəlif güzəştlər var ki, burada həm şəxslərin işə başlaması dövründə verilən dəstək mexanizmləri var. İstər də ki, onların müxtəlif həm məzuniyyət, həm də ilin sonunda aldıqları müxtəlif fərdi ödəniş mexanizmləri var ki, bununla da dövlət həmin ərazilərdə olan peşəkar kadrların işləməsini təşviq edir. Rahman, istərdim bu layihələrdən ən cəlbedicilərdən biri işə götürənlər üçün əmək haqqının birgə maliyyələşməsi layihəmiz var ki, bunu bir qədər açaq. Hansı halda iştirak edə bilirlər, necə faydalana bilərlər, bununla bağlı tamaşaçılarımıza məlumat verir. Çox doğru vurguladınız. Bu proqram artıq öz genişlənmə mərhələsini tam ümumi desək tamamlamışdır. Belə ki, artıq bizim işə götürənlərimizdə bu proqrama ciddi şəkildə etimad formalaşmış və burada işə götürənlərimizin aktiv şəkildə iştirakı müşahidə edilməkdədir və artıq bu ilin 6 ay rəqəmlərində 1200-dən çox artıq ölkə üzrə mən bu rəqəmi bildirmək istəyirəm ki, müqavilə bağlanması təmin edilmişdir. Bu keçən illərlə müqayisədə artıq kifayət qədər böyük bir rəqəmdir. Biz eyni məsələdə bu məsələni işğaldan azad edilmiş ərazilərdə də tətbiq edirik. Bu proqramın mahiyyəti təbii ki, burada bir neçə bəzi istisnalar var ki, dövlət və bələdiyyə orqanları burada iştirak edə bilməzlər. Bu sırf özəl sektor üçündür və burada həmin şəxslər 20% işçilərinin 20%-dən həcmində və ümumi işçi heyətinin 30 nəfərdən çox olmamaq şərti ilə ştatlarını təqdim edə bilərlər və burada dövlət tərəfindən həmin iş yerlərinin 50%-ni maliyyələşdirilməsi nəzərdə tutulur. Burada bir xüsusi qeyd bildirmək istəyirəm ki, bu 50%lik ödəniş şəxslərin, həmin işə götürülən şəxslərin əmək haqqları deyil, əmək haqqları üçün olan bütün ödəmələrin 50%-ni nəzərdə tutulur. Bütün sosial sığorta, digər vergilər hamısı daxil. Ona görə də bu proqram işə götürənlərimiz üçün çox maraqlı və
necə deyirlər, çox faydalıdır və bu proseslər Dövlət Məşğullar Agentliyi ümumiyyətlə dövlət ərazilərdə fəaliyyət göstərən işə götürənin həm bir növ yükünə dəstək olur, onun maliyyə məsələlərinə dəstək olur, həmçinin ərazilərdə şəxslərin işə götürülməsi, sosial həssas kateqoriya olan şəxslərin işə götürülməsinə dəstəyini ifadə edir. Xüsusi həssas kateqoriya Azərbaycanda kifayət qədər geniş bir əhatə dairəsi var. Şəhid ailəsi, qazilər, gənclər, yəni bundan faydalanmaq işə götürənlər üçün çox belə deyək də geniş imkanlar açır. Və son olaraq bir sual vermək istəyirəm Rəvan müəllim. Siz də qeyd etdiniz verilişin əvvəlində ki, köç çox dinamik və geniş bir prosesdir və işğalımız olmuş ərazilərin bütün coğrafiyasını demək olar ki, əhatə edir. Və bu məqamda digər bir məsələ ortaya çıxır ki, bu qədər geniş coğrafiyada əhalinin məşğulluq xidmətlərinə əlçatanlığının təmin olunması başqa bir aktual sual kimi ortaya çıxır. Bu istiqamətdə biz hansı addımlar ata bilmişik? Xidmət şöbələrinin yaradılması, səyyah xidmət və bu istiqamətdə nələr əldə olunub? Bir məsələ xüsusi vurğulamaq istəyirəm ki, hal-hazırda işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində Dövlət Məşğullar Agentliyi tərəfindən agentliyinin 2 regional filialı fəaliyyət göstərir. Bunlardan biri Qarabağ Regional Məşğulluq Mərkəzi, digərisi Şərqi Zəngəzur Regional Məşğulluq filialıdır. Və hər iki filialın müxtəlif xidmət şöbələri fəaliyyət göstərir. Düzdür, biz heç də bütün rayonlarda xidmət şöbələrinin açılmasını hal-hazırda təmin edə bilməmişik. Çünki bildiyiniz kimi bəzi rayonlarımızda köç hal-hazırda baş tutmayıb. Ona görə də həmin ərazidə hal-hazırda biz fəaliyyətimiz yoxdur. Lakin köç etmiş artıq bütün rayonlarımızda biz həm xidmət şöbəsi yaxud da səyyar məntəqə şəklində biz fəaliyyət göstəririk. Bunları mən nümunə göstərə bilərəm. Laçın şəhərində biz artıq xidmət şöbəmizi açmışıq. Kəlbəcər rayonunda DOS məntəqəsinin daxilində xidmət şöbəsi fəaliyyətini göstərir. Cəbrayılda xidmət şöbəmiz fəaliyyət göstərir. İlk olaraq Zəngilanda, Ağalda başladı. Bəli, Zəngilanda, bəli, Ağalda fəaliyyəti başladı və bu proses davam etdirilir. Hal-hazırda 2 yeni xidmət şöbəsinin açılması istiqamətində biz prosesləri davam etdiririk. Düşünürəm ki, həmin 2 xidmət şöbəsi də artıq Qarabağ ərazisində biz fəaliyyətini açdıqdan sonra artıq ərazilərdə əhalinin həmin məşğulluq xidmətlərində əlçatanlığı ilə bağlı hər hansı bir çətinlik yaşamayacaq. Bu bir nüans qeyd etmək istəyirəm ki, 2 xidmət şöbəsi açılması planlaşdırılan rayonlarda hal-hazırda da xidmətlər göstərilir. Sadəcə onlar məntəqə şəklində göstərilir. Biz artıq onu bir növ genişləndirib əməkdaş sayı çox olacaq, xidmətlər çox olacaq. Tamamilə haqlısınız. Çünki köç sayı artdıqca artıq oradakı əməkdaş sayının da artımına ehtiyacı var. Həmçinin müəyyən infrastrukturun qurulmasına da genişləndirilməsinə ehtiyac var. Səyyar xidməti də bir qədər açaq. Mən bildiyim qədərilə köçdən əvvəl də, köçdən sonra da hər bir ailədə Məşğullar Agentliyinin əməkdaşları olur. Bu istiqamətdə də. Tamamilə haqlısınız. Sonuncu bu məsələ ilə bağlı bilmək istəyirəm ki, Xocavənd rayonuna bildiyiniz kimi son dövrlər köç prosesi çox aktivləşmişdir. Ona görə də biz bu kontekstdə əvvəllər əgər orada artıq səyyar şəkildə biz fəaliyyətimizi təşkil ediriksə, bugün biz artıq orada ilkin məntəqə şəklindəyik və sonradan həmin ərazinin daha da xidmət şöbəsinin halına keçirilməsi ilə bağlı planlar aparırıq. Lakin dediyiniz məsələ mən qayıtsam, bildiyiniz tamamilə doğru dediniz. Biz həm köçdən öncə, həm də köçdən sonra biz bu fəaliyyəti təşkil edirik. Amma bildiyiniz kimi köç elə bir canlı bir prosesdir və biz o prosesdə heç də həmin dəqiqə, həmin anla xidmət şöbələrinin təşkilini təşkil edə bilmirik. Çünki bildiyiniz kimi bəzi ərazilərimizdə infrastruktur məsələləri ilə bağlı proseslər davam etdirilir. Onların yeni inzibati binalarla bağlı məsələlər var. Amma biz bu prosesləri gözləmədən əməkdaşlarımızı ərazilərə ezam edirik və həmin əməkdaşlarımız səyyar şəkildə vətəndaşlarla görüşərək onların məşğulluğunun qiymətləndirməsi prosesini aparırlar, onlara proqramlar tərtib edirlər və onların aktiv məşğul tədbirlərinə cəlb edilməsi istiqamətində tədbirlərini həyata keçirirlər. Rəvan, minnətdaram. Çox sağ olun. Gəldiniz, suallarımızı ətraflı cavablandırdınız. Çox sağ olun. Hörmətli dost TV izləyiciləri, bununla da verilişimizin sonuna çatdıq. Növbəti məşğulluqdan məskunlaşmaya böyük qayıdış verilişində görüşmək ümidi ilə. Salamat qalın.